Bura bizim spalni sanuzelimizdir. Sanitar qovşağımız. Buranın istipolu hələ ki çəkilməyib, qalıb. Divar içi istipol tipli bir şey yığmışıq. Şurq olmayacaq. Bura bizim moyladığımızdır. Xətkeş bağlanıb, hələ ki bərkiməyib. Üzərinizə çatdırım ki, peynayla doldururam. Burada gigiyenik duşdur. Burada divar içi batokdur. Burada kabinanın duşudur. Ve işler tamamlanmayıb. Tamamlansın. Çəkib paylaşım edəcəm. Nəzərdə çatdırım ki, bizim umumi polumuz 11 sant qalxır. 11 sant qalxan pola yığmışıq bütün sistemimizi. Kanalizasiya borumuz 90'lıqdır. 90'lıqla keçir o birisi sanuz ilə. O birisi sanuz ildən gedir şaxtadan verilən xəttə. Çıxış nədir? Bunu kondisyoner üçün buraxmışam. Kondisionerin borusunu gətirib bura birləşdirəcəklər. Gördüyünüz kimi xanlıqla yığmışam. Burada üçüncü xətt nədir? Üçüncü xətt dövrü istisu xəttidir. Burada hər zaman istisu dövr edir. Atan kimi suyu 1 saniyə gözləmirsiniz. İstisu gəlir. Qara izolyasiyalarla işləmişəm. Bütün hiçbir açıq döngəmiz yoxdur. Döngələrimizdə qara izolyasiyayla bürünüb, tranzitlərimiz bürünüb. Belə bir şey. İzolyasiyalı borularımızdır, çıxorlu borular. Belə bir remellə yerə bərkitmə edirəm. Yeni bir ideal. Burada uzun radyatorumuz olacaq. Uzun radyatora gələn borunu pəncərənin ağzında bax belə bir şey eləmişəm. Bu həm gələn soyuğu qarşılayacaq, həm də ki pəncərəni tərləməyə qoymayacaq. Bu da bizim radyatorumuzdur. Belə bir radyator. Bizlə bütün 16'lıqlara birləşir. Baxın, belə bir rezbə qoymuşuq. Turpayla işlər tamamlananda ev təmirdən çıxandan sonra belə bir bağlantı olacaq. Borularımız səliqəsi öz yerində. Burada da uzun radyator var. Xətlərimiz. Burada da yine radyator yemək xəttimizlə pəncərə qırağına verilmişəm. Nəzərdə çatdırım ki, bura 28 Malibu rezidensidir. Burada turbalar belə akkuratlı gedir. Balkonda bizim içində boiler olan